bir insan 40 yaşına çatdı, 40 yaşından sonra Allah onun günahlarını bağışlamağı neyir? Çətinləşdirir. 40 yaşına kimi günahlar nədir? Hədislər deyir, biraz rahat bağışlanır. O 40 yaşı artıq kamillik vaxtıdır insanın. Ondan sonra deyir günahlar nə olur? Başlayır yavaş-yavaş çətinləşməyə. Bir adi insanın 70 günahı bağışlanar, alimin bir günahı bağışlanmaz. Niyə? Sən bilirdin axı. İnsanlar bilmirdi, sən bilirdin. Sən bilirdin bu olmaz. Sən bildiyin, burada alim bilənlə bilməyəndir. Nə ki biri oxusun, əllamə olsun. Biz nə edəyik? Biz deyə biz alim deyirik ki, elə belə məlumat. İllərlə 50 ildir namaz qılıram. 50 ildir dini təlimləri eşidirəm. Mən alim deyiləm də, mənə aid deyil. Yox, bilənlə bilməyən. Yəni bilən insanın, bilməyən insanın 70 günahını Allah bağışlayar, amma sənin bir günahın ona nədir? Bir günahın onunla bərabər olar.